Bakışlarınız kanlı sekilerden akışlarınız güllere gark olmuş baştaşlarınız namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dininize vatan nevmesi. Din diyanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehit? Buyurun hadi. İdil kardeşimiz Meherem mezarında rahat uyuyor. Uğrunda canını feda ettiği vətən torpaqları öz azadlığına qovuşur. Bugün senin ve senin silahdaşlarının qisası alınır. Bugün burada bir araya gelmemiz için ben ilk önce Meherem'in ailesine, Səkinə xanıma öz təşəkkürümü bildirirəm. Gördüğünüz gibi biz burada bir aileyik, bir aile üzvləri. Yani lazım olsaydı bura minlərcə adam yığışardı ama biz istedik ki aile içinde bu qeyd olunsun. Ve ben Flora anamıza teşekkür ederim ki o bizim ağabeyimiz olarak her zaman yanımızdadır. Bak gördüğünüz bu hanımları, şehit hanımları, şehit anaları, şehit bacıları hamısını bir araya toplayarak birbirlerinin yanında olup birbirlerine mənəvi dayak olurlar. Ben elə istəyirəm ki yarım kalmış ömrün bir nişanesi olan iki körpə övladını vətənə, şəhid yoldaşının adına layıqlı böyüdən ve bir ismətli Azərbaycan xanımı olan Səkinə xanımı sizlere təqdim edim. Ola bilər ki burada bizim bəzi analarımız Səkinə xanımı tanımır. Səkinə xanım iki övladını namusuyla, ismətiyle böyüdüb şəhid hayat yoldaşının adına layıqlı böyüdüb, cəmiyyətimizə yararlı övlad kimi böyüdübdür. Mən istəyirəm Səkinə xanım, onun için bugün ne kadar ağır olsa da, kaş ki yüreğinden keçənlər var, bilirəm ki, Meherem sağ olardı. Bugün onun ad gününü birlikte, övladlarıyla birlikte bir süfre arkasında tekirlerler. Ama ne hoş bizim halımıza ki idi,
Məhərrəni bütün Azərbaycan tanıyır. Onun adını bütün Azərbaycan qürurla çəkir. Səkinə xanım, buyurun sizi dinləyək. Hər biriniz salamlayıram. Hər biriniz hoş gəldiniz. Bizim uşağımız. Mən də sizin derdinizdə qurban olum. Hər birinizə təşəkkür edirəm. Biz bir gözəl ailəyik. Başda Flora anamız olmaqla. Bütün analar, Fəhlan ana, Elmira ana, Leyla ana, bütün bacılarım, Qizbəs ana. Hamınıza təşəkkür edirəm. Bugün siz mənim yanımdasınız. Hamınıza Allah kömək olsun, can sağlığı versin. Mənim yoldaşım da çox mehriban idi, ailəsini sevən idi, evlatlarını sevən idi. Məhərrəm ona baxmayaraq müharibəyə, vətəni sevməyi seçdi, qorumağı seçdi, getdi. Qızğın döyüşlər nəticəsində şəhid oldu. Qəhrəmancasına şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mövluddakı cənnəti mübarək olsun. Allah yerlərini cənnət məkan eləsin. Məqamları uca olsun. Üzr istəyirəm, həyəcanlıyam. Səhvim varsa barışa bilmirəm. Bağınızın dərdinə qurban olun. Gələn ayaqlarınıza qurban olun. İsmail'dən gələn bacılarım. Hamınızın dərdinizə, yaranıza qurban olun. Gələn ayaqlarınız hamınızın var olsun. Allah hamınıza kömək olsun. Bugünkü gün mənim dərdimə şəhitsiz mənim yanımdasınız. Hamınıza təşəkkür edirəm. Dərin təşəkkürümü bildirirəm. Hamınızı götürəm, bağrıma basıram. Allah hamınıza səbr versin, sözüm versin. Cəm şəhidlərimiz Allah rəhmət eləsin. Onların onsuz da yeri cənnət məkandır, məqamları uzadır. Allah yerlərini yenə də cənnət məqamları uza eləsin. Allah itkinlərimizdən, tezliklə xəbər getirsin. Qazlərimizdən Allah şəfa versin. İndən sonra Allah bizə müharibə göstərməsin. Gəlinlərimiz qayarıq, qalmasın. Ağlarımız evlat yarası çəkməsin. Allah indən sonra bizə bir göstərməsin. Allah hamımıza sevsin. Səkinə xanım, sizə təşəkkür edirik. Çağrılarımızdan, ailəmizdən minnətdarlığımızı bildiririk ki, həqiqətən də siz cəmiyyətimizə yararlı oğul və qız övladı olmuşsunuz. Həyat yoldaşınızın adına layiqli yararlı bir millət yetişdirmişsiniz. Mən sizə təşəkkür edirəm. Vətən sağ olsun, Allah sizdən razı olsun. Mən istəyirəm elə burada mənim yanımda bizim abidlərimiz olan, yəni bəlkə ola bilər Flora'dan da burada yaşlı analarımız, bacılarımız var. Amma biz həmişə tədbirlərimizə istəyirik ki, Flora ana öz ürək sözlərini analarımız adından çatdırsın. Flora ana, buyurun. Salam mənim gözəl ailə üzvlərim, mənim şəhid analarım, şəhid bacılarım, şəhid qızlarım, şəhid bacıları, şəhid ataları, şəhid qardaşlarım. Mən hamınızı salamlayıram. Bugün biz Bakıdan bura Səkinə qızımı deyib gəlmişik, Məhərrəm balanın işığına yığışmışıq. Bəli, biz bir ailəyik, bizim kiçik bir ailəmiz var. Bizim o kiçik ailənin də bir gözəl ənənəsi var ki, bizim ailədə olan şəhidlərimizin hamısının anım günü, mövlud günü olanda biz belə yığışırıq ailəcən, qeyd edirik. O birinci bizim bu hərəkətimiz, bizim milli qəhrəmanımız olan Eldar balanın, Xəlil Eldarın evindən başladı, Tərlan Anagildən başladı. Biz getdik, yığışdıq onun ocağına, orada onun tədbirini keçirdik. Raziyə xanım başçılı orada bizimlə bərabər idi. O işlərimiz oldu, gözəl danışıq. Ananın yanında oldu. Mənim orada bir dənə qızım var. Bu gələndə, qaydanda mənə dedi ki, ana, dedim, bəli qızım. Dedi, ana, niyə bunu biz başqa şəhidlər içində eləməyək? Gəl bunu biz elə bütün ailəmizdə olan şəhidlərimiz üçün eləyək. Dedim, baş üstə. O gündən biz bu yola çıxmışıq. Bizim ailədə olan bütün şəhidlərimizi, bax, belə yığışırıq. Belə Eysan süfrəsi ətrafında, çay süfrəsi ətrafında, böyük tədbirlərdə biz o balaları yad edirik. Bugün
gün də biz Məhərrəm oğlunu demişik, Bakıdan bura gəlmişik. Bəli, biz bir neçə gün bundan qabaq Bakıda bir tədbirdik. Orada biz İsmail analar, elə təsəvvür oldu ki, biz nə üzrəyik, İsmail analarını da gördük. Orada tanış olduq, söhbət elədik. Qalxdıq dedik ki, mən qalxdım dedim ki, biz bu yaxınlarda İsmailliyə gələcək. Dedim, kimə gəlirsiniz? Dedim, vallahi bilmirəm, tanımırsınız, Bakıda yaşayırlar, ancaq orada olacaq tədbir, biz də oraya gələcəyik. Dedim, əgər ürəyiniz istəyir, siz də gəlin, sizi də dəvət edirəm. Bugün o dəvəti qəbul edib gəldiyinizə görə hamınıza minnətdarlığımı bildirirəm. Çünki biz elə bir ailəyik ki, elə bir bizim şəhid ordumuz var ki, şəhid ailəsi ordusu, böyük bir ailəyik biz. Bu da bir ailənin bir damcısıdır. Ona görə bugün bura gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirəm. Bir ana kimi bizim o dəvətimizi qəbul elədiniz, yadınızdan çıxartmadınız, gəldiniz. İnanın, o qədər xoş oldu mənə, o qədər xoş oldu mənə. Həqiqətən, doğrudan da şəhid ailəsi ayrı cürdür. Allah sizi var eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məqamları uca olsun. Mən fəxr eləyirəm. Bəli, bizim uşaqlar 91-94-ün şəhidləridir. Biz şəhid ailələrinin çoxsu 91-90. Ancaq bizim aramızda 44 günlük müharibənin şəhid ailələri də var. Biz həmişə fəxr edirik ki, bizim balalarımızın qisasını 44 günlük müharibədə bizim o qəhrəman igid balalarımız aldı. Torpaqlarımızı azad elədi, vətənimizi azad elədi. Bizi qürurlandırdı. Bizim mübariz ordumuz var, bizim ali baş komandamız var. Bəli, onların hamısını o dəmir yumruq altında bu müharibə qazanıldı, bu zəfər çalındı. Ona görə mən sizin balalarınızı da hamısını, heç asıl seçmirəm, hamısı bizimdir. Onlara da Elşad anası qurban, 91-94 şəhidlərinə də Elşad anası qurban. Hamınız xoş gəlmişsiniz bu ocağa. Allah sizlərin də şəhidlərini məqamını uca, ruhlarını şad eləsin. Bizim itkin analarımız var aramızda. Allah tezliklə bizim itkinlərimizdən xəbər çıxartsın. Qoy onların da o kədəri sevincinə biz yığışaq, bax belə gedək, onların yanında olaq. Allah bizə o günləri göstərsin. Çox sağ olun. Raziyə xanım, mən sizə də minnətdarlığımı bildirirəm. Dəniz qızıma da minnətdarlığımı bildirirəm ki, həmişə bizim yanımızdasınız, bizlə bərabərsiniz. Bizə siz arxa dayaqlıyız. Bəli, biz sizə özümüzə arxa dayaq deyirik. Çünki neçə ki, siz təmənnasız, həmişə bizlə bərabərsiniz. Həm dərdimizdə, həm sevincimizdə, hər işimizdə sizlə bərabərsiniz. Səkinə qızım, Allah sənə də can sağlığı versin. O balalarını sənin gözündə min çıraq eləsin. Qoy sən ki, onları mənim Məhərrəm oğlumun adına layiq evlad böyütmüsən. Sənin üzün ağ olsun, onun evlatlarının üzü ağ olsun. Bax, bu günləri sən ki, onu yad edib, bizi başına tutmamışsan. Ona görə mən sənə elə bir Məhərrəmin anası adınla öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Allah hamınıza can sağlığı versin. Sən özünə də ruzi bərəkət nazı nimət bəxş eləsin. Çox sağ olun. Xoş geldiniz. Orana təşəkkür edirəm sizə, var olasınız. Bəli, qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Biz bir yola çıxdıq. Yolumuzun adı Uğur yolu oldu. Yolumuzun adı Zəfər yolu oldu. Bu yolda zəfər qazandıq. İgid oğulların, Ali Baş komandanın sayəsində, müdrik siyasəti sayəsində qəhrəman oğullarımız sözümün əvvəlində qeyd etdiyim kimi sinələrini düşmən gülləsinə sipər etdilər. Ana dedilər, vətən dedilər, bir yola çıxdılar. Bayraqlarımızı daima uca tutdular. Florana, mən bir haşiyə çıxmaq istəyirəm ki, mən İsmail rayonuna ilk dəfə 2021-ci ildə gəlmişəm və Aynur ananın evində qonaq olmuşam. Onunla bərabər, yəni o ailədən sonra Famil müəllimin ailəsində oldum, Turangildə oldum və bir neçə ailəni ziyarət etdim. Özümə borc bildim. Ara sıra biz Aynur ana ilə telefon əlaqəsi saxlayırıq. Özümə bugün də borc bildim ki, elə sizlərin yanında olaq, fərq etməz. Məhərrəmin ocağı elə hər birinizin ocağıdır. Bu ailə elə hər birimizin ailəsidir. Mən istəyirəm ki, dəvətimizi
qəbul edib gəldiyiniz üçün hər birinizə dəyərli analar təşəkkür edin. İstəyirəm elə İsmailli rayonu analarımız adından kimsə ürəyi istəyirsə buyurun söz sizin olsun analar. Her zanalar. Allah dünyasını değişmiş şehit validelerine rahmet eylesin. Onlar hiç de nikâran kalmasınlar ki evlatlarının kanını evlatlarına şükür Allah'a. Evlatlarımız, oğlanlarımız, gayretli oğlanlarımız 92. ildən bu tərəfə şəhid olan evlatları, oğulları, qəhrəmanları qanını yerdə qoymadılar. Bir aralar bizim uşaq, mən ayır anasıyam, oğlum demək olar ki 15 aydan sonra pensiyaya çıxacaqdı, amma 40 gün dözsəydi, yəni 40'ı 9 noyabra düşdü. Ən çox mənim yanımda olmadı ki, 40 gündə dözsəydi, yəni müharibənin hər biçiliyin, zəfər bayramını görərdi. Amma min şükür, bir arada eşitdim ki, bəs ateşkəs olmaq fikri var, bizdə təklif edir. Necə mən alovlanırdım, yanırdım, deyirdim, siz necə yəni yarımçıq niyə qoyursunuz? Bu qədər evlatlarımız, axı 92'dən bəri çox cavanlarımız şəhid olmuşdur. Bu necə deyərlər, başlayan müharibəni axıra qədər. Mən fəryad edirdim ki, nə vadə ateşkəs olsun. Çox şükür ki, düzdür, o bizim bu şəhidlərimiz olduqca böyük qəhrəmanlıq edib. Bu qəhrəmanlıqlardan saatlarla, nə bilim, aylarla, günlərlə, saniyələrlə danışsaq da onların qəhrəmanlığını heç bir söz əvəz eləyə bilməz. Bizim bu məclisdə hərdən birdən deyirlər, analar çox sağ olun, siz gəlmişsiniz. Bizə sağ ol deməyim, bu bizim borcumuzdur, bax borcumuzdur. Hər bir şəhid məzarı qabağında mən çıxış eləyərkən həmin şəhiddən halallıq istəyirəm. Ona görə ki, onlar bizə halallığını verməlidirlər, onlar canlarını qoyublar. Biz insanlar üçün, biz indi yaşamışıq cavanlar üçün, gənclər üçün. Müharibəyə kimlər gedib, qocalar getməyibdir. O ən çox, ən balacası 18 yaş olub, ən böyüyü 40 yaş. Bu nə yaşdır ki? Bu ən gənclərdir ki, müharibədə, amma çox şükür olsun Allah'a, min şükür olsun ki, qələbəmiz var. Biz başı ucayıq. Alnımızdakı qara ləkəmi evlatlarımızın qanı ilə yuyuldu. Çox şükür ki, oğlanlarımız, evlatlarımız fikirləşin. Qəbir 2 metr torpağı onlar özlərinə aldılar, amma nə qədər torpaq azad etdilər. Bu şəhid anaları həmişə deyirlər ki, analar çox sağ olun gəlmişsiniz. Bu sağ olun istədiyiniz, bu sağ olun balalarımızdan. Bizim isə nə qədər nəfəsimiz var, nə qədər canımız var, nə qədər bu Azərbaycan torpağında biz nəfəs alıb, hava uduruq. Onları bizim evlatlarımız halal eləsin. Onların halallığını almaq lazımdır. Və bizə də təşəkkür edək bu borcunu. Sorsun, bizim deyirləri boynumuzun borcudur ki, biz onların hər bir yanlışda da, qarda da, banalar, bəlkə də çox yerlərə, çox tanımadığımız o qədər yerlərə aparır ki, bizim bu uşaqlarımız. Heç öz bacımızdan, qardaşımızdan, qohum-əqrəbəmizdən uzaqlaşmışıq. Onlardan təskini tapmırıq. Amma anaları görəndə, ataları görəndə çox böyük təskini alırıq. Elə bir yaramızın üstündən susur. Allah səbir versin. Bəli, heç Allahdan səbir istəyirik. Bu heç səbirli iş deyil. Amma yenə də Allah'ımıza şükür eləməliyik. Çok danıştığım vaktimizi aldı. Allah'larımıza, şehitlerimize, oğlanlarımıza, yakınlarımıza, kim varsa şehide konu, Allah onların dünyasını versin, bize de səbirli. Teşekkür edirik ama biz size minnettarız. Bu vətən sizlere minnettardır. Ve biz həmişə çalışırıq. Çok analarımız danışır her zaman. Atalarımız da bizim qürur yerimiz, ant yerimizdir. Bəli. O igid oğulları, bax, Mülküd ata kimi
atalarımız tərbiyələndirdi. O oğulları, bax belə, qəhrəman oğul edən bu atalar oldu. Mən istəyirəm elə Raminin bizlərə əmanəti olan atamız da bir-iki kəlmə öz ürək sözlərini desin. Buyurun. Valla o şəhidlər barədə çox danışmaq olar. Mənim oğlum 25 il xidmət elədi. Tank komandiri olub. Onu tankını vuranda yoldaşlarına deyib ki, düşün qaçın. Sağ çıxıblar. İndi də dururlar. Amma özü çıxmayıb. Götürüb güllələri atıb çölə ki, tank patlamasın. Atandan sonra yana 100 metr dala qaçıb. Yoldaşlar çatıb onu odun söndürüblər. Vertolyotla Bakıya 5 nömrəli yanıq xəstəxanası. İndi düzdür, o şəhərlər ölməz. Düzdür, indi onların adını çəkəndə görürük ki, doğrudan da çox böyük qəhrəmanlıq göstəriblər onlar. Onlar da hələ bildiyimizdən belədir. İndi gör özləri, o yoldaşları onu görəndə nə qədər onlara əlillər ki, beləncə bir igidlərimiz var. Onu hünəri ilə qələbə qazandıq. İndi şükür Allaha, Azərbaycan indi bütüdür. Kimin sayəsində? Həmin o şəhidlərin sayəsində. Hələ o şəhidlərin sayəsində. Nə deyim valla? Şükür Allaha ki, indi onun 2 nümayəndəsi qalıb, 2 oğlu sağ qalıb. Bakıda olurlar, bu saat Türkiyədə oxuyurlar. Oğlu da ikisi də. Özü Bakı uçağındadır, yoldaşı Bakıda olur, Lamanda. Ev veriblər, orada yaşayırlar. Hal-hazırda da qəbri bizim kətdədir, Ağbulalda. İndi nə deyim olar, şəhidləri baxıram. Allah məkanları Elə bir seçmələnmiş bir uşaqları şəhid edirlər. Seçib bir gözəl uşaqları aparıb şəhid edirlər. Nə demək olar? Çox demək olar Biz şəhidlər. sizə təşəkkür edirik. Allah sizə səbir versin. Sizdən Allah razı olsun ki, elə qəhrəman bir oğul böyütmüsünüz. Bəli, qəhrəman oğulları yetişdirən Azərbaycan xalqı. Biz sizinlə qürur duyuruq. Bu vətən sizi unutmadı. Bizim aramızda, biz hər zaman analar danışır, atalarımız danışır. Amma biz bir şey də unutmayaq ki, dünyasını dəyişən analarımız var. Onların əmanətləri şəhid bacılarımız var. Onların əmanətləri şəhid yarları var. Şəhid yarları saçlarını ağ, birini qara hördülər, övladlarını böyütdülər, bu vətənə əmanət elədilər. Bu vətən üçün böyütdülər. Mən elə aramızda olan, hər zaman bizlərin yanında olan Flora ananın mənəvi qızı sayılır. Gənc, Füzuli rayonu Alxanlı kəndi uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Cəfərov Emin Xeyrullah oğlunun başçısı aramızdadır, Zümrüt xanım. Mən istəyirəm elə bütün şəhid bacıları adından siz də bir-iki kəlmə özünüzün ürək sözlərinizi deyərsiniz. Mən də hər kəsi salamlayıram. Anaların qarşısında baş əyirəm, əllərindən öpürəm. O cür qəhrəman oğullar yetişdirmişsiniz. Məkanları cənnət olsun. Mən də Cəfərov Eminin bacısıyam. Bakı şəhərindən olub, mənim qardaşım Bakı şəhərində yaşayır. Könüllü cəbhəyə qoşulub 93-cü ildə şəhidlik zirvəsinə ucalır. Bütün şəhidlərimiz qəhrəmandır. Allah onların məqamını uca eləsin. Hər birinizə səbr arzulayıram. Təşəkkür eləmək istəyirəm. Bu ocağa yığılmışıq, Səkinə bacının ocağına. Allah məkanın cənnət eləsin, Məhərrəm qardaşımın. Ruhu duaçı olsun balalarına, ailəsinə. Allah səbr versin hər birinizə. Sağ olun. Biz sizə təşəkkür edirik ki, siz çalışırsınız ananızın əvəzinə, qardaşınızın igidliyi, qəhrəmanlığı haqqında danışıb onu yaşadasınız. Analarımız hər biri bizim üçün dəyərlidir. Burada şəhid xanımları da var. Bugün Səkinə xanıma dəstək olmaq üçün gəliblər. Mən istəyirəm onlardan kimin ürək sözü varsa bir adınızı çəkməyəcəm. Kimin ürək sözü varsa buyurun. Mən
Nəzərə xanım. Əziz şəhid ailələri, gözəl insanlar, hamıza mən şəhid yoldaşı olaraq minnətdaram. Sağ olun, var olun, hamımızın dərdinə qurban olun. Mənim qardaşımın oğlu da 44 müharibədə şəhiddir. Hamımızın dərdini mən ürəkdən, canı dildən bilirəm. Hamımızın nə çəkdiyini, Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu şad olsun. Bugünkü gündə Şəklə xanımın ocağına yığışmışıq. Allah onun balalarına can sağlığı versin, özünə Allah dəyməsin. Həmişə Məhərrəm qardaşımızın ruhu şad olsun, ocağında belə bir tədbir keçirir. Allah hamımızdan razı olsun. Ürəyimizdə sözümüz çoxdur, ancaq dilə gətirə bilmirik. Çünki dərdimiz çox ağırdır. Mənim də yoldaş, həyat yoldaşım 1994-cü ilin aprel ayında şəhid olub. Elə bir yaram qopdu qardaşımın balasından sonra. Hamımızın dərdi mənim dərdimdir. Əzizlərim, canlarım, Allah hamımıza səbir versin. Çox sağ olun Nəzərə xanım. Mən istəyirəm yanımıza, bax şəhidimizin əmanəti olan Türkan qızımızı dəvət edim. Türkan qızım, bilirəm, nə qədər çətin olsa da, amma belə qəhrəman ata haqqında danışmaq sənin də haqqındır. Mən istəyirəm ki, bilmirəm atan sənin xatirində necə qalıb, xatırlayırsan yoxsa yox. Danış, ürəyinə necə danış. Türkanın əvəzinə mən sizə deyirəm, bugün atamın doğum gününə xoş gəlmişsiniz. Türkanın atası müharibəyə gedəndə Türkanın 3 yaşı vardı. Bəlkə də heç Türkan ata nə olduğunu bilmədi. Türkan ata qayğısı nədir onu da bilmədi. Amma bugün qürurla deyir, mən Məhərrəmin qızıyam, mən şəhid əmanətiyəm. Türkan qızım, mən sənə atanın o qısa amma şərəfli, uzun ömür deyərdim, uzun ömrü kimi bir ömür arzulayıram. Atanın adına layiqli bir övlad kimi böyüməyi arzulayıram sənə, mən balam. Və Türkan sizin hamınıza xoş gəldin deyir. Allah bütün şəhidlərinizə rəhmət eləsin. Böyüklər cənnət olsun. Ruhunu bağışlayın. Mən burada bizim bir anamız da var, istəyirəm dəyərli analarımız. Biz hamımız onu tanıyırıq. Tanımayanlar da istəyirəm onu tanısın. Bugün oğlunu vətənə qurban verib. İkinci oğlu qardaş həsrətdə ürəyi dayanıb. Bugün anamız oğulsuz qalıb. Amma bütün Azərbaycan onun oğludur. Leyla ana yol boyu özünü heç yaxşı hiss eləmirdi. Amma mən istəyirəm ki, Leyla ana özünü nə qədər yaxşı hiss eləməsə də, amma bizim çox qürurlu analarımızdandır. Bugün evladsız qalsa belə, hər zaman bizlərin yanındadır. Hər zaman şəhid ailələrinə öz mənəvi dəstəyini göstərir. Leyla ana buyur, İlqar Əhmədovun anası. Mən də ilk öncə bütün ana bacılarımı salamlayıram. Allah'ın salamı olsun hər birinizə. Mənim Əhmədov İlqarın anasıyam. Oğlum kəşfiyyatçı olubdur. Ali təhsilini yarım çıxıb 4-cü kursda oxuyanda. O əskəriyə gedib, həm də texniki kursunu da tutarmışdı. Kəşfiyyatçı kimi 1-8 ay kəşfiyyatçı olub. Sonuncu dəfə erməni minasına tuş gəlibdi. İkinci evladım Bulqar, o da ali savadda olur. Beynəlxalqı tutarıb, əskəriyinə gedib. Sonra öz vətənpərvərini Avropanın Stockholm şəhərinə gedib, orada diaspor yaradıb. Diaspor cəmiyyətinin sədri olub. O da Azərbaycanı o yolla tanıtdırıb. Sonra o Azərbaycana dönüb, mənə baş çəkəndə mən xəstə oldum. Mənim xəstəliyim, mənim də qardaşımın ölümünə dözə bilməyib. Qəfildən ürəyi dayanmışdı. İndi mənim başqa övladım da yoxdur. Yəni hər ikisi subay olduğuna görə mənə çox ağırdır. Allah'tan bircə arzum odur ki, Allah biz anaları, bacıları yaşlandıqca
ağlımızı əlimizdən almasın. Allah bizə güc qüvvət versin ki, balamızın adını namusla, qeyrətlə, təmiz adla yaşayaq. Həmişə hamı desin ki, halal olsun filan anıya, filan gəlinə ki, o yoldaşının adını ya balasının adını necə adla, sanla şey eləyir, dayanı yaşadır. Qoy bizi Allah yolumuzdan azanlardan eləməsin. Bircə onu arzulayıram. Səkinə bacı, Allah səni də yoldaşına qəni-qəni rəhmət eləsin. Balalarına can sağlığı versin. Ruzu bərəkətin daimi bol olsun ki, həmişə Məhərrəm balamızın, çünki mənə bala düşür Məhərrəm. Məhərrəm balamızın adını həmişə indiyə kimi necə namusla, qeyrətlə yaşatmışsan, indən sonra Allah sənə verdiyi ömrdə məhz belə yaşadasan, təmiz adla. Mən qürur duyuram ki, şəhid anaları həmişə balasının adını şan şöhrətlə yaşadır. Şan şöhrət nədir? Onun adını əziz tutur. Onu heç kimi yanında alçatmır. Bax, mən belə istəyirəm. Ona görə də bir daha mən bütün şəhid balalarıma, mən 2 ananı itirmiş, övlad itirmiş ana qurban olsun ki, biz yadları bir-birimizə doğma eləyib. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Şəhidlərimizin dünyasını, əzizlərinin dünyasını dəyişənləri qəni-qəni rəhmət eləsin. Yerdə qalanları Allah'tan can sağlığı arzulayırlar. Allah sizləri var etsin ki, biz yadları bir-birindən mehriban edilsin. Bax, buna görə mən öz şəhid balalarımla qürur duyuram. Həmişə də qürur duyuram ki, nə yaxşı ki bizim balamız təmiz azma, iraq olsun. Gedib birinin evini yıksın, birine bir şey, onda ne yiyər? Allah o gündən saklasın. Sağ olun, var olun, teşekkür ediyorum. Leyla Hanım, ben size öz teşekkürümü bildirirəm və bildiyiniz kimi dəyərli ana bacılarımız, mən yazaram. Mənim gücüm qələmimə çatır. Allah qələmini olsun. 26 kitab müəllifiyəm, Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvüyəm. Bugün də istədim ki, bizim yeni çapdan çıxmış Uğur Yolu jurnalımızda İgid oğlumuzun xatirəsinə həsr olmuş bu jurnalı Leyla Hanıya təqdim edeyim sizlərin huzurunda. Allah həmişə qələmini güc eləsin. Həmişə Yazar kitablarımızın sayı çoxalsın. Allah da o gün olsun ki 101-ci kitabı çıxsın. Çox sağ olun Leyla Hanım. Təşəkkür edirəm mən sizə, minnətdaram. Burada bizim digər qəhrəman oğullarımızın əmanətləri var. Bax, İsmail rayonundan gələn gözəl Göyçək xanım analarımız, bacılarımız. Bir adınızı çəkmək istəmirəm, amma ürəyim istəyir ki, hərəniz bir kəlmə də olsa danışasınız. Buyurun, dəyərli ana bacılarımız. Madem sen danıştı. Əvvəla hamının bütün şəhidlərə Allah rəhmət eləsin deyirəm. Bizim bu rayonumuza gəldiyiniz üçün çox sağ olun. Gözümüzdə yeriniz var. Səkinə Allah səbir versin sənə də çox. O gün olsun itkinlərimiz tapılsın. O niyyətlə gələsiniz. Ayrı bir işlə. Sağ olun, çox sağ olun gəldiyiniz üçün. Mən də ilk öncə də hər kəsi salamlayıram. Çox sağ olun ki, bizim İsmailimizə qonaq gəlirsiniz. Yəni, düzdür, gəlirsiniz, şəhidimizə görədir, şəhid uzaqına yetişmiş olsun. Allah şəhidlərimizin məqamı uza eləsin. Bizim şəhid analarımız, bizim rayonun şəhid anaları həqiqətən sizlər kimi bilirik ki, amma bugünkü gün bəzi səbəblərdən çox gələ bilmədik, bizi bağışlayın, amma çox gəlməlidir. Bir-birimizi tanımalıyız. Bizi bir-birimizə yaxın eləyən, doğma eləyən bizim balalarımız. Onlar bir olub, birləşib o torpaqları aldılar. Və biz analar da onlar kimi qəhrəman olub birləşməliyik. Bu dərdi bərabər çəkməliyik. Mənim də evladım 21 yaşında şəhid. Agil Mirzəliyev, Xəylanın şəhidi. Yüksək balla universitetə girib diplomunu görmədən şəhid olan balamdır mən. Arzuları ürəkdə qalan balam. Allah bütün şəhidlərimizin məqamınızı eləsin. Amma mən sizi görəndə, sizin videonuzu mən izləmişdim. O qədər ürəyimi darladı. Bax, təbəs anlayamam deyirəm ki, mən ananı tanıyıram. Hərdən sizin o bayaqsızın mən
ürəyimiz darmana baxıram. Bizlərin bir təsəlli yerimiz var ki, ən azından gedib bir qəbir daşım qucaqlayıb sözümüzü deyə bilirik, şahidimizi eləyə bilirik, dərdimizi bölə bilirik. Amma sizlərin dərdi həqiqətən böyükdür. Allah sizlərə səbir versin. İnşallah ki, sizin balaların da sorarım sılsın. Sizlərin də bir daş qucaqlamağa yeriniz olsun. Onu deyirəm. Bəlkə də bir yaxşı arzulu, pis arzulu bilmirəm. Amma ki, gözünüz yolda qalmasın deyə deyirəm. Gözlər yolda qalmasın deyə deyirəm. Hükümetin en büyük arzusu oldu. Onun için ondan böyük xoş arzu ola bilməz. Allah istədiyin arzuna çatdırsın. Bütün şəhidlərimizə qalan yadigarlarımız olsun. Amin. Valla çətindir danışmaq. Sizlərin qarşısında mən sizin evladınız yaşındayım. Üzürü sayı, mən sizlərin evladı yaşındayım. Mənim üzürü sayı, sizlərin qarşısında mənə danışmaq çox ağırdır. Amma neyim ki, mən də Allah gətir bir qismət edib şəhid anası olsun. Sizlərlə bərabər oldum, sizlərlə bir oldum. Allah balalarımızı qorusun. Ne diyeyim, o kadar söz var ama deyə bilmirəm. Amma bir onu deyirəm ki, anamızın dediği kimi gəlin bir olaq, birlik olaq. Düşmənlər bizi baxıb partlasın, sevinməsinlər ki, bunlar dağılıblar. Yox, biz həmişə anlatsın, hiç dayanaq. Çünki bizim oğullarımız ayaqlar altına düşən örpəyə qaldırıb başımızı örtüblər. Və oğulların dəyərini bilməliyik. Oğullara görə yaşamalıyıq ki, oğullar da yaşadaq, tanıdaq. Bütün dünyayı tanıdaq ki, Azərbaycanın belə qeyrətli oğulları var. Canım, torpağı üçün, bayrağı üçün fəda verən qeyrətli oğulları var. Və o oğulların dünyaya gələn anaları da Allah qorusun. Allah sizlərə can sağlığı. Mən bir şəhid anasıyam, amma bütün şəhid anaları atalar qarşısında baş əyirəm. Allah sizləri qorusun. Hər birisi öpüb bağına basın. Çox sağ olun. Teşəkkür ederim. Allah sizlərə razı olsun. Düzdür, siz bizim evimizdə olmuşsunuz, siz bizi tanıyırsınız ən azından. Mən də rayonda İsmaili şəhid analarının Balaca Dosta qrupun belə deyək, izbatçısıyam. Hara lazım olan yerlərə, hara bizi dəvət edən yerlərə çalışıram ki, bizlər gedək, bir olaq. Çünki balalarımız kimi birləşək. Onlar birləşib torpaqları aldılar, biz də birləşib dərdlərimizi bölməliyik, dərdimizə şərik çıxmalıyıq. Çox sağ olun, Razət xanım. Siz sağ olun, siz var olun. Siz də çox sağ olun, Əziz anam. Çox sağ olun. Dəvətimizi qəbul ediniz, gəldiniz. Var olun. Allah sizləri qorusun. Sağ olun. Və eləmək istəyirəm ki, burada sizlərin arasında gənc bir əskərin anasını tanıdır. Bizlər o əskər anasını tanıyırıq. O oğul ki, gənc yaşında, ömrünün baharında elə bahar bayramında da qəhrəmanlıqla şəhidlik zirvəsinəmiş aldı. Əslən, dərdə Azərbaycandan olan, Zəngilər kəndindən olan Eldar Xəlilovun anası aramızdadır, indi qəhrəmanımızın anası aramızdadır. Gənc yaşlarında düşmən gülləsinə sinəsini sipər edən oğul. Anası Tərlan ana, buyurun. Şəhid anaları, şəhid bacıları, şəhid həyat yoldaşları cavanlara saxlayıb böyüdürsün. Çox sağ olun. 44 günlük şəhid anaları. Biz ayrı olsaq da bizim evlatlarımız birdir. Bizim evlatlarımız bir yerdə uyuyurlar. Biz onlardan ayrılmırıq. Biz heç birini ayrılmırıq. Mənim özümün oğlum, mən qəribə Azərbaycandan gələndə Eldarın 5-ci sinifdə oxuyurdu. Mən onu bir zülümlə erməninin əlindən aldım, getdim. Erməni o zaman uşaqları doldurub trubya, ağzını sıvark elədilər, hamısını orada dərədən tulladılar. Heç analar görmədi, ancaq mən evim yandı, eşiyim yandı. Mən oğlanlarımı götdüm, qaçdım orada. Dedim evi də istəmirəm, heç nəyiz var, dövləti də istəmirəm, cüt maşınlarım yandı evimin altında. Dedim bircə balamı sağ-salamat gətirim, getdim balamı da burada. 18-19 yaşında Azərbaycanın milli qəhrəmanı 95-ci ildə dövlət çevrilişində mənim Eldarımın 19 yaşı var idi. Prezident Heydər Əliyevin arxasındaydı. Ona görə Heydər Əliyevin qarşısında getdiyi yerdə snayper gülləsinə tuş gəldi. Ona görə mən sizinlə bir ana olaraq sizin qarşınızda şəhid anaların qarşısında baş əyirəm. Mən balam subaydı. Mən o oğula fəxr eləyirdim, mənim ikinci oğluma variyyət düşdü. 2 balasını mənə amanət verdi ki, bir cavan yoldaşını. Raziyə qızım, sənə təşəkkür edirəm, gözəl qızım. Mənim Eldarımı, mənim balalarımı
Floranıya təşəkkür edirəm, gözəl ana. Birinci mənim evimə gəlibsiniz. Mənim evimdən başlayıbsınız. Ona görə sizə çox təşəkkür edirəm, gözəl analar. İtkin balalarımız tapılsın. Biz Annaçıq ana, Elmira anaya göz aydınlığına gedək. Güzdə Saniyə göz aydınlığına gedək deyə gözün aydın olsun. Sən də bir ağlayan yerin çıxıb bizi kimi. Gözəl ana. Aybəniz xanıma, Sevil xanıma, sizə qurban olun. Sizin qarşınızda biz də dinlənməyəcəyik. Ona görə ki, sizin balalarınız tapılıyıb hələ. Sizə qurban olun. Hamınız xoş gəlsiniz, bizim Səkinə qızımız. O bizim qızımız yerindədir. Məhərrəm qardaşı Allah ruhunu şad, məkanını cənnət eləsin. Qalan ömrünü sizə bağışlasın. Hamınız öpürəm şəhid Allah. Şəhid bacılarına. Zümrüt qızım, sənə canım. Allah eləməsin. Hamınız öpürəm. Allah səbir. Allah şəhidlərimizi yaşadır, şad eləsin. Sağ ol, qədər minnətdarıq. Bizim balalarımızı bilirsən, yaşadırsan, biz anaları yaşadırsan. O sözlərində yaşadırsanız, Çox eləyi var, biz şəhid ailələrimiz. Bizim Biz gözəl tədbirimizi qızımız, davam eləyək. qızımızın çox əziyyəti var. Dəyərli analarımız, gözü yolda qalan analarımız. Bugün həsrətlə yollara baxan analarımız. Bəzən oğlunun getdiyi yollara baxır, qapı səsinə diksinən analar. Hər telefon zənginə diksinən analar. Bəlkə oğlumdan xəbər var deyə. O telefon səsinə yürən analar. Ürəyindən keçir. Əzizim balabanı, asta çal balabanı. Hamının balası gəldi, bəs mənim balamları dağlar. Deyir, o dağları alan, Fərrux dağında qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb itkin düşən ilhamımızın əmanəti Elmira ananın biz hər zaman yanımızdadır. Heç vaxt göz yaşlarına hakim ola bilmir. Ürək sözlərini bəlkə bayaqlara çevirir, amma ürəyində bir miskillə onları saxlayır. Gözü bugün də yollardadır. Mən istəyirəm ki, Elmira ana bir iki kəlmə nə qədər ağır olsa da siz danışasınız. Çox sağ olun. Mən elə hamınızı salamlayıram. İndi bağışlayın cümlənin elə vaxt olur, yadımdan çağırıram. Mən İtkili Dadaşov İlham Adiloğlu'nun anasıyam. Onun orta məktəbi düşdü 20 yanvar hadisələrinə. Özü 5 yaşında Kur'an'ı bitirmişdi. Hamı bildi ki bu uşaq qalmayacaq, çox bitir istedada malik edək. Nəysə, elə bir moment gəldi, getdi əvvəl SSR dağılandan sonra əskəriyin yarımçılıq qutardı gəldi. Ərzə yazı, Xocalı hadisəsindən sonra qalmadı. Şahin Kamata ərzə yazı, əzzi ilə könüllü getdi. 2 ay idi getmişdi, onun şəhid xəbəri gəldi. Nətər xəbəri gəldi, mən özüm getdim o vaxtı uşağa dəyməyə. Mənə elə gəlir ki, 90'dan bəri balaları şəhid olan analar, valideynlər bilirlər ki, o dövrdə vəziyyət nə yerdədir. Hər bir şey talondan idi. Dövlət müstəqilliyin təzə almışdı. Ordu yox idi. Sadəcə ordunun adı var idi. Nə giyməyə paltar var idi, nə yeməyə çörək. Bunları mən niyə görə inanmam deyirəm? Çünki həmin dövrdə mən balamla bərabər çəkirdim əskəriyi. O uşaqlarla bərabər səngərlərdiydim. Qarın içindeydim, bal axtarırdım. Allah əməyini itirməsin, tezliklə balanlar. Allah 44 günlükdə şəhid olan balaları Allah rəhmət eləsin. Çünki onların sayəsində torpaq alındı. Ana deyir ki, bayatıya, o bayatını mən noyabrın 8-ci qələbə torpaqlar alındı. Dekabrın 7-sində məni həmin o torpaqlara apardılar. Onda minalarda təmizlənməmişdi. Hələ Ruslar da oradaydı. O bayatını mən o balanın döyüşdüyü yerdə torpağı yiyə-yiyə, qanlı torpağı yiyə-yiyə çəkirdim. Allah heç ananın gözün yolda qoymasın. Allah səbir. Allah bundan sonra heç ananı bala ilə imtihana çəkməsin.
Çok sağ ol Elmir ana. Biz size teşekkür ederiz. Allah sizi var eylesin. Burada bizim bir anamız da var. İllərdir onun da gözü yoldadır. Daşkəsən rayonundan gəlib Səkinə xanıma dəstək olmaq üçün qız və sana. Sizdən də bir iki kəlmə eşidək. Buyurun. Nə qədər çətin olsa da, amma qürurludur bir şəhid anası olmaq, bir qəhrəman oğlun yadigarı olmaq. Buyurun. Əziz və hörmətli şəhidlərimizin başda sonra hamınıza təşəkkürümü bildirirəm ki, bugün hizmetində qəhrəman şəhidimizin adını almaq üçün biz buradayıq. Mənim oğlum İsa Orxanlar 75-ci ildə Armanı Sultanı təmbilində gedən döyüşlərdə şəhid olub. Mən Səkinə qızım, bugün sənin yanında görə oldum ki, tək buraxmadım, yanında oldum. İmkanım olanda gəlirəm, hamıya çatdıram, araya çatdıram, imkanım, vaxtım olanda. Mən çox sevinirəm ki, bugünkü bu məclisdə iştirak edirəm. Mən həyatı boyu sizə təşəkkür edirəm. Çünki 30 ildə biz bilmədik ki, hansı şəhidi yaşadı, hansı şəhidin anı günləri var. Sevinci siz bizə bəxş elədiniz. Bu sevinci Zümrüt qızımın şəkilləri bizə bəxş elədi. Bu sevinci bu analar bizə bəxş elədi. Ona görə təşəkkür edirəm. Rəziyə xanım, mən sizi Mehriban xanımın iftar sofrasında gördüm, ondan qabaq da görmüşdüm. Çox təşəkkür edirəm. Həqiqətən də bir ana kimi təşəkkür edirəm ki, yaşadırsınız, yaşadırsınız, yaşadırsınız. Həm qələminizlə, həm sözünüzlə, həm hər bir şeyinizlə ona görə təşəkkürümü bildirirəm. Daşkəsəndən gəlməyimə baxmayaraq, amma bugün çox sevinirəm ki, sizlərin yanındayım. Sizlərin yanındayım. Çox sağ ol, sən də canım mənim. Bizim babalarımız da tapılsın, bizim ocağımıza da yığılasın. Amin, amin. Mən həyat yoldaşım, rəhməti getdi. Sonra xarizən belə ki, biz yığılıb gəlirik. Mən bilmirəm sizə. Mən bir çox günü gözləyirəm, ananın tapıldığı bir gün olacaq. Olacaq Allah. Mən o gün gözləyirəm, belə deyirəm, hamısı bağrımı basıb öpürəm bu təşkilatı eləyən, bu sürfanı açana da Allah can sağlığı versin, rüzgü hərəkət başından açsın, qəhrəman oğluna, qəhrəman məhərrəmmə, anar anası qurban olsun, onun yeri cənnət məkan olsun, yəni həmişə Allah var eləsin. Sizlər yaşayın ki, Flora xanım, siz bizi yaşadasınız. Çok sağ olun. Burada bizim yanımızda bir qəhrəman oğul əmanəti də var, Aydəniz xanım. İstəyirəm ki, bir iki kəlmədə o xanımın ürək sözlərini dinləyək. Buyurun Aydəniz xanım. Ben görmüşüm, iki defa görmüşüm onu. Biz ailelerde ne sözlerden evlatlarımızı size de teşekkür ederim. Sizin başsağlığınız altında yani Allah korusun. Çok sağ olun, teşekkür ederim. Bugün bizlerin arasında Sumqayıt şəhərindən gələn şəhid əmanətlərimiz var. Xoşqədəm xanım, Zümrüt xanım. Allah sizdən də razı olsun. Ürək sözünüz varsa buyurun sizlər. Hamımızı salamlayıram. Bugün biz Səkinə xanımın ocağına gəldik. Onun yoldaşını yardım etməyə. Allah bütün şəhidlərimizi rəhmət eləsin. İtkinlərimiz tapılsın. Belə tədbirləri sağ olsun Florana. Bizi bütün ocaqlarımızda olub bu tədbirlər. İndi bugün bura qismət oldu. Allah Səkinə xanım balalarını saxlasın, özünə can sağlığı versin. İnşallah balasının toyuna yığılar. Allah ondan sonra bizə toy məclisləri qismət eləsin. Gələn evləri sağ olun. Əzrə xanım, hər sizə təşəkkür edirəm. Bəli, mən ilk öncədən də dedim, mənim gücüm yalnız qələmimə çatır.
Və mən sizlərə mənim dəyərli həmkarım olan, yəni biz tədbirlərin təşkilatçı aparıcılığını edirik. Arzu xanımın da qucaq dolusu sevgisini, salamını çatdırıram bütün analara. Ürəyi hər zaman Azərbaycan eşqi ilə döyünən, özü Azərbaycanda yaşamasa da, qürbət yerdə yaşasa da, Leyla xanımın da salamlarını Rostov şəhərindən sizlərə çatdırıram. O da hər zaman ürəyi siz şəhid anaları ilə döyünür. Onun da, Arzu xanımın da salamlarını mən sizlərə çatdırıram. Bugün bizim bir şəhid bacımız da var, xəstəxanada yatır, amma ürəyi buradadır, Sevinç xanım. Onun da sizə salamlarını çatdırıram. Ona da dua edək ki, tezliklə xəstəliyə qalib gəlsin, sizlərin arasına qatılsın o da. Allah hər birinizi var eləsin, dəyərli analarımız, dəyərli bacılarımız, şəhid əmanətləri. Bugün biz özümüzə borc bildik. Qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edək. Əgər analarımızdan kiminsə ürəyindən danışmaq keçirsə, mən adlarınızı bir çəkə bilmədimsə, üzürlü sayın. Kimsə danışmaq istəyirsə, dəyərli analarımız, buyurun. Gözəl, bizim ağsaçlı yüzü nurlu anamız, buyurun. Əgər ürək sözünüz varsa, siz də danışa bilərsiniz. Əziz analar, əziz bacılar, hoş gəlmişsiniz. Demir oldu, sağın anası. Bugünkü günler için Allah sevdiğini elimizde şahidimden baba. Bugünkü günde ben balam için kurban götür. Ki salamat kayıtsın. Ama bu özü kurban gitti. Elə bir oğlun anasıyam ki, 3 müharibə görmüş, 7 yaşında. 7 yaşında atasız dünyasını dəyişdi. Mənə ata, ana, arkada ayak olan bir oğlun anasıyam. Yadigarsız bir oğlun. Bir bacı balası mənə yadigar koyucu ben oğlun anasıyam. Bir götür ben şehit ayrılığına, şehit sərətlərinə geləm. Belki balam orada görer. Bilirəm, heç vaxt qayıtmayacaq ama yine ümidlə gözüm yoldadır. Her pazar, her 6-cı gün gözüm qapıdadır ki, bir salım gələcək. Ama bilirəm ki, gəlməyəcək. Hər gün gedib ziyarət edəcək. Hər gün qaradaşına sığal çəkir. Dərdimi içimdə çəkib evə qayıdıram. Siz anaları görəndə, siz bacıları görəndə özümə arxa dayaq təsəlli. Anamızı dinləyək. Anamıza qulaq asın. Anama salam deyin, o şehit anası eləsin. Başını uzaq tutsun. O sözləriyle fəxr edirəm, o sözləriyle yaşayıram. Dostlar adından halallıq alın məndən. Bəylə danışanda oktyabrın içində dedi, ana, uşaqlar burada səndən halallıq istəyir. Dedim, ölərəm, mən neynəmişəm, dedi, deyirlər əlindən çörək yemişik, halal eləsin. Sən demə, özü üçün alırmış o halallığı, dostlar adından. Allah istəsədir. Bir de son söz oldu ki, ana, telefonuma zəng çatmasa, zəng edilə bilməsəm, məni bağışla, zərgətdə qoymağa yer yox. Onun o son sözü, bir də xəyalımda yaşayır. O səslə, o xəyallarla yaşayıram. Allah bütün şəhid qolların ruhunu şadlansın. Allah qazilərimizə şəfa versin. Ordumuzu, birliyimizi qorusun. Dövlətimizi, dövlətçiliğimizi qorusun. 27 yaşındaydı, yalvarırdım evləndirəm. Evlənmirdi. Mənə son vaxtlar dedim, evlən ama rayonları evlən ki, mən keçim. Başqa kəndlər, İsmaillərdə ailə qurmuşum. Dedim, o elədim ki, heç qalmayayım. Qayıtdım, mənə cibilə gələk. Amma narahat olma. Sən o qədər qohum verəcəm ki, bir neçə bacına yaxınlaşasın. Mənə elə qırılmaz bir qohum verdim mən. Belə bir, heç vaxt qırılmayan bir qohum verdim. Amma mən Allah rəhmət eləsin. Dərk edirəm ki, demək qohum bu deməkdir. Ana, bacı, əmi, ancaq belə bir qırılmaz qohum. Müayinəyə göndərəm, dedim ki, misal gedirəm. Şəhidlə xiyabanına girəndə dedim, ey şəhidlərim,
Benim evde hiç emanetim var. Arabasız, ayaksız. Bir kızım, bir nene. Nene ruhu duası olsun. Ben ya misalın her gün baştan bakıp ana yolu gözleyen gözlerin yolda koymuyor. Ya da ki o içi arkasızı tenha koymamak için ruhu duası olsun. Ben belki de olan ruhunun duasıyla, olan ruhun sayesinde ayakta. Allah sesleri versin, değerli Allah sizleri Yerde kalanların içinde kalın, Allah korusun. Allah yolumuzu birbirimizi korusun. Amin. Sağ olun. Siz sağ olun. Sizde hamımız bir yerdeyiz. Biz size teşekkür ederiz. Bu vətən sizə minnətdardır. Değerli analarımız, qəhrəman övladlar, değerli atalarımız, qəhrəman övladlar böyüdüb yetişdirdiğiniz üçün. Bugün işıqda yığışdıq. Elə bir oğlun, igid qəhrəman oğlu. Qəhrəman oğlumuz Xıdırov Məhərrəm. Ruhun şad olsun. Cənnətdəki mövludun mübarək olsun. Bugün yığılıb dostlar, tanışlar, həm qohumlar, həm də yadlar. Sənsiz keçən ad günündə mübarəkdir igid oğul. Cənnətdəki doğum günü mübarəkdir igid oğul. Mən istəyirəm elə bax bu arada Məhərrəm Xıdırovun əmanəti olan nəvəsini bura dəvət edim. Nəvəsi babasına və şəhidlərimizin xatirəsinə bir şeir söyləmək istəyir. Ayan balamız. Gəl kızım. Allah saxlasın. Sağ olasın. Balam, olmasan da qəhrəman, bu şəkildə Değerli analarımız, bizim bu küçük ailemizin bir misyası var. Biz çalışırıq ki her zaman ailemiz bir yere yığışanda şehidimizin ev muzeyine, onun gülşesine öz hediyelerimizi çatdıraq. Bu hediyelerin de elsiye gelmesinde elə bax bu ailemize, bu küçük ailemize ben öz adımdan teşekkür edirəm ve bu hediyelerin elsiye gelmesinde birbirimize destek olduğunuz için Flora anamıza teşekkür edirik ki her zaman bizlerin yanındadır. Zümrüt tabir eləmək istəyirəm ki, gəlin Əkbər xanımın hədiyəsini, təqdimini. Bəli. Ailəmiz adına bayrağımızın simvol olan bu gülüsü təqdim edirik. Mənim qardaşımın gülşəsində olsun. Şəkildir, saatdır, bax belə Quran ayəsidir. Canım yoldaşım. Onu göster. Canım yoldaşım. Bayrağı göster. Çok sağ olun. Hər yerdə təşəkkür ederim. Hər zaman baxın, bizi xatırlayın. Bizim üçün əzizdir. Bütün şəhidlərimizin ruhu şad olsun. Bütün şəhidlər baş tacımızdır bizim. Çok sağ olun Zümrüt xanım. Sərvətlərimizdir. Səkinə xanım, mən ilk öncə qeyd etdim ki, mənim gücüm qələmimizə çatır və elə bax, bu jurnalımızın da əlsiyə gəlməsində mən Flora anamıza təşəkkür edirəm və ailəmiz adından da qəhrəman oğlumuz Xıdırov Məhərrəm haqqında mənim qələmə aldıqlarım Uğur Yolu jurnalında nəşr olunubdur. Bu jurnalı da Məhərrəmin ev muzeyinə təqdim edirik. Buyurun. Çok sağ olun. Flora ana buyurun. Flora'ya teşekkür ederim. Razıya xanım sizə teşekkür ederim. Arzu xanımız gələ bilir müəyyən səbəblərdən. Təşəkkür edirəm. Həmişə şəhid ailələrinin yanında olursunuz. Allah sizi var etsin. Nə yaxşı ki varsınız, nə yaxşı ki varsınız. Bizi bir ailə eləyən, ana bacı eləyən şəhidlərimiz Allah rəhmət eləsin. Onların ruhu qarşısında baş eyləm. Səkinə xanım, bilirsiniz ki, bizim bir dəyərli yazarımız da var. Mənim qələm dostum, həmkarım da var, Sahibə xanım. Sahibə xanım da əslən Qarabağlıdır. Özü müəyyən səbəblərdən bugün burada iştirak etməsə də Məhərrəm qardaşımızın xatirəsinə şeir həsr edib, qələmə alıb və bunu da biz Məhərrəmin ev muzeyinə təqdim edirik. Çox sağ olun. Bəli, bəli. Bu da Təşəkkür edirəm Sahibə xanıma. Salam ey ömrümün mənası salam. Asan oxudun. Salam, ey ömrümün mənası, salam. Salam, ürəyimin yarası, salam. Salam söyləyirəm, eşidirsənmi? Salam Səkinənin sevdası, salam. Bilirsənmi, necə darıxmışam mən? Bilirsənmi, necə göynəyir sinəm? Bəzən gecələri ağlayıb valla.
bilməmişəm nə vaxt açılıb sabah. Yuxularda görüb səni məhərrəm. Elə bilərdim ki, ən bəxtəvərəm. Tutardım əlindən, bəhbəh sıxardım. Səni itirməkdən yaman qorxardım. Kaş yuxular pişin olaydı, ay Allah. Gedənlər dönəydi geri bir sabah. Dünyanın qanunu dəyişən olar. Heç kimsə çəkməyən miskil, ay Allah. Şəhid qadınıyam, bu ad şərəfdir. Bu ad namus, bu ad qeyrət deməkdir. Özün cənnətdəsən, ruhun bizlədir. Ömrüm boyu adın mənə gərəkdir. Şəhid Məhərrəmin əziz xatirəsinə. Sahibə xanımın qələmə aldıqları. Və mən istəyirəm ki, burada bizim bir şəhid əmanətimiz də var. Oktayın əmanəti. İradə xanımı dəvət edim yanımıza. İradə xanım, gəl qızım. Bəli, Raziyə xanım. Bugün İradə xanımı biz bura nəyə görə dəvət eləmişik? Ona görə ki, biz bugün bir missiyamız da var. Görürsən, tədbirlərdə təqdimatlarımız da olur. Hansı ki, olub keçib ancaq eləyəcəyimiz belə tədbiri biz təqdimatını eləyirik. Keçən dəfə biz Qubada Zöhrə qızımla, Sevil qızımın yoldaşlarının təqdimatını elədik. Bugün də özümə bir ana kimi borc bildim ki, burada Oktay oğlumun təqdimatını eləyim. İradə qızım, Allah sənin canını sağ eləsin. Sənin o üç balağı sənin gözündə min çıraq eləsin. O bir nəbəvi sənə çox görməsin. Sənə mən birinci ana kimi minnətdarlıq eləyirəm ki, nəyə görə ki, sən o cavan yaşından o üç balanı sən hansı əzab-əziyyətlə böyüdüb başa çatdırdın, oxutdurdun, savad verdin. İndi Allah'a çox şükür, hərəsi bir ev sahibidir. Gün o gün olsun bir dənə Elşad balamın toyunu görəsən, biz hamımız da o toyda iştirak edək. Bəli, bu günləri bizim həmin o hədiyyələrimizdən sənə də çatır. Yəni ki, özün bilirsən ki, sənə mən biz Gəncəyə gedəndə İmamzadədə bir dənə sürpriz elədim. Bax, həmin o şəkil və o bizim ailəmiz adından idi. Bir dənə də sənin sürprizin Siyəzəndədir. Bəli, orada da Oktay balamı bizim balalarımızdan seçməmişəm, orada da var. Bir də ki, bu həmin, bax bu nələr var, hamısı Oktay balamında var. Allah hamısına rəhmət eləsin, məqamları uca olsun. Biz bir ailəyik, bizim özümüzün, yəni sponsorumuz yoxdur, biz özümüz öz ailəmizi yığışırıq, belə yadda qalan bir missiyadır, biz bunu eləyirik ki, hamısının evinin muzeyində qoy biz yadlarına düşsün ki, bəli, mənim evimdə bu tədbir olub, mənim ailəmdə bu tədbir olub, bu bizdən yadigar qalsın. Allah sənə də can sağlığı versin. Raziyə xanım, qızım, sizə də çox sağ ol deyirəm. Zümrüt, gəl indi bunları da göstər. Və İradə xanım, bax, sizin həyat yoldaşlarınız, dəyərli qəhrəman oğullarımız üç rəngli bayraq uğrunda canlarını fəda etdilər. Bax, bu bayrağımızın simvolu olan bu gülü də sizə ailə adından hədiyyə edirik. Və Zümrüt xanım burada sizə hədiyyələri təqdim edəcək. Yoldaşı, Allah məkanı cənnət eləsin, Oktay qardaşımın. Ruhu qarşı olsun. Bu da Sahibə xanımın hədiyyəsidir. Bu şeirdən isə bir bənd oxuyacağım. Bu da Sahibə xanımın Sahibə xanımın qələmə aldığı Vəliyev Oktay Əlioğlunun xatirəsinə. Dünyanın səhəri axşamı olar. Səhərlər olmasa dünya qaralar. Mənim səhərlərim sən idin Oktay. Sənsiz hər sabahım qaranlıq olar. Qaranlıq gecələrinin bax həmdəmi olan Oktay qardaşımızın xatirəsinədir bu. Allah məkanın cənnət eləsin, məqamı ucaq olsun. Biz sizə təşəkkür edirik. Allah rəhmət edin. Çox sağ olun. Sağ olun. Təşəkkür edirik. Və mən Florana istəyirəm ki, biraz haşiyə çıxım. Siz mənim yanımda qalın. Mən buraya bir şəhid xanımını dəvət edəcəm. Borçalı ətirli şəhidimin əmanəti. Torpağın o başı bu başı olmaz. Əslən, Ulu Borçalıdan, qədim Borçalıdan olan
elə 92-ci ildə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Ramizin xanımı aramızdadır. İradə xanım. Mən onu bura dəvət etmək istəyirəm. Bir-iki gün öncə İradə xanımın doğum günü olub. İradə xanım, zəhmət olmasa bura gəlin. İradə xanım, mən sizə... Mən İradə xanımı Ramizin dilindən təbrik eləmişəm. O təbriki elə istəyirəm burada oxuyub sizlər üçün. Və sonra hədiyyəmizi İradə xanıma təqdim edəyək. İradə xanımın həyat yoldaşı. Allah mekanı cənnət etsin. Həyatdan doymayan, cavan gedən şəhidlər. Bugün mən Əhmədov Ramiz Umudoğlu cənnətdən hər birinizi salamlayıram. Bugün mənim ömürgün yoldaşım İradə xanımın doğum günüdür. Özüm kimi təbrikim də gecikdi, dəyərli həyat yoldaşım. Özüm kimi təbrikim də geciksə də, amma sən hər zaman mənim nəzərimdə bir qoruyucu mələyimə dönmüsən. Hər zaman ruhum səninlədir. Dəyərli mənim həyat yoldaşım, ömürgün yoldaşım İradə xanım. Mən sizi təbrik edirəm. Ailəmiz elə adından təbrik edirəm sizi. Allah sizə sağlıqlı, bərəkətli ömür versin. Flora ananın sayəsində biz sizləri tanımışıq və elə hər zaman bizim üçün dəyərlisiniz. Allah hamıda can sağlığı. Əzizlər, dəyərli qonaqlarımız, dəyərli şəhid əmanətlərimiz. Bununla da biz tədbirimizi yekunlaşdırırıq. Qəhrəman oğullar, igid oğullar, vətən üçün canını qurban verən oğullar, bayraq üçün canını fəda edən oğullar. Bugün hər biriniz bizim üçün dəyərlisiniz, igid şəhid əmanətləri. 92-ci ildə, bu sənədə, 90-cı illərdən, 88-ci illərdən, 44 illik vətən müharibəsi, antiterror əməliyyatları, qisas əməliyyatları, Tovuz döyüşləri, Afrika döyüşləri, hər bitmə, o döyüşlərin hər birində qəhrəmanlıqla döyüşən igid oğullar bizlər üçün çox dəyərli, başımızın tacıdır. Ruhları qarşısında ehtiramla baş əyir. Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını uca etsin. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Var olsun şanlı müzəffər, Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, var olsun şəklənən Azərbaycanımız. Yaşa Azərbaycan, odlar yurdu Azərbaycan. İgid oğullar, ruhunuz qarşısında. Baş əyirik, bu vətən sizi unutmadı. Vətən sağ olsun. Qəhrəman igid oğullarımız. Sağ olun. Əziz şəhid anaları, şəhid ailəmiz, mən də öz adımla, sizin adınızdan Raziyə xanıma, Leyla xanıma, Arzu xanıma, Dəniz qızıma, hamısına öz minnətdarlığımı bildirirəm. Sahibə xanıma, bəli, Sahibə xanım gəlməli idi, müəyyən səbəblərdən gələ bilmədi, ancaq ürəyi buradadır. Hamınıza öz minnətdarlığımı bildirirəm ki, təmənnasız bizim yanımızdasınız. Biz baxmırıq, uzaq, yaxın, harada oldu biz gedirik. Biz öz şəhidimizi yaddan çıxartmağa qoymuruq. Mən həmişə belə səhər-səhər dualar edirəm. Deyirəm, ay Allah, heç nə ver istəmirəm. Deyirəm, bizə möhlət ver. Birinci Allah şəhidlərimizi, bütün şəhidlərimizi Allah rəhmət eləsin. İkinci də, biz analara səbr gözüm ver, bir də möhlət ver. Yaşayaq ki, o şəhidlərimizi yaşadaq. Adımızla, hərəkətimizlə, oturuşumuzla, duruşumuzla, danışığımızla. Qoy onlar bizə baxıb fəxr eləsinlər. Bəli, desinlər ki, bəli, mənim anam əsl şəhid anasıdır. Mənim ailəm əsl şəhid həyat yoldaşıdır, şəhid bacısıdır. Ona görə də mən o şəhidlərin qarşısında baş əyirəm. Hamısına mən yenə də deyirəm, mənim o körpə, quzum olan 18 yaşı balarım, Elşadın anası qurban olar onlara. Hansı ki, bəli, bu yaxınlarda mən də onun 50 yaşını qeyd elədim. 18 yaşında balanın 50 yaşı nə deməkdir? Bəli, ona görə Raziyə xanım, həmişə yanınızda olduğunuza görə sizə var olun. Sağ olun, əziz ailəm. Mənim sözümü yerə salmırsınız. Həmişə mənim yanımdasınız. İstəyir maddi, istəyir mənəvi. Mən ona görə sizə
öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Biz də sizə minnətdarıq. Biz də tanışdığıma görə çox sevindim. Nə yaxşı ki, o gün bir yerdə olduq. Nə yaxşı ki, sizləri tanıdım. Aybəri tanıydım. Ancaq sizlərlə də inan o qədər xoş oldu ki. Bəli, biz elə buraya gələsirik. Gör necə təsadüf, qismət. Onun üçün də deyirlər, hər şeydə bir yaxşılıq var. Çox sağ olun. Sizlərin hər birinə öz təşəkkürümü bildirirəm. Biz də sizə təşəkkür edirik Raziyə xanım. Allah razı olsun.